Gece saat 1'e qalıb 9 dəqiqə. Nəsə evə gedirdim, yenə zakaz verdi, götürdüm. Yəni öz canım sindirəm. Zakaz qarşı 4 mayıl 29 dollar idi. Bundan qabaqda 36 dollar gətirdim. Hal-hazırda Adil də mesaj yazdı. Adil'e atırdım bayaqdan zakazı. Götürdüyüm zakazlara qarşı onu atırdım, görürdü. Ekranda paylaşırdım. Saat 1'e qalıb 9 dəqiqə. 6'da işe çıxmışam. Bu zakazla aparıram. 330 dollar işləmiş oluram. Elə ekran görüntü kimi də qoyaram, baxarsınız. Nə bilim. Sadəcə bu günü boşa verməmək üçün dedim 6'ya qədər işləməmişəm. Haftanın əvvəlin yaxşı başlayıb işləyim deyə. İş yoxdur, Amerika batır, Amerikada vəziyyət pisdir. Restorana qədər bu zakazan axırıncısın 5 dəqiqə getdim. Restorandan da evə 9 dəqiqə göstərir. Və 29 dollar. 29 dollara da burada çox şey almaq olur. 5-6 dənə toyuq alarsan, üstünə 1 kilo da qızıl balıq alarsan, nə bilim, belə qəribədir. Həqiqi qəribədir. Bizi necə incidiblər, necə narahat ediblər bizi. Ekran görüntüsü olaraq qoyacağım işlədiyim qiymətləri. Yəni, bunu da belə göstərə bilərəm sizə. Adil'e atmışam ki, bayaq bunu atdım. Bunu atmışam. 29 dollar. Yazıb zordur. Sonra göstərdim ki, adamın adı Emi. Emi. Yəni, belə zakazlar olanda gecə vaxtı bilirsən, restoran da bağlı ola bilir, falan ola bilir deyə. Ona görə attım ki, yəni, görəsən bu zakazı götürəcəm deyə. Yəni, 7 saata zada 330 dollar. Niyə də bu? Yəni, 550 manat pul edir. Bu, həqiqi sözümdür. Bir kurye 550 manatı. 550 manat. 500. Yəni, 50 manat yox. 500. İndi getdiyim zakaz 50 manatdır. Bax, indi 17 dəqiqəyə qazandıram bunu. İnan ki, telefonu patversə qoymaq istəyirəm ki, süründürürlər bizim gənclər Azərbaycanda. Süründürürlər. Düşünün, orada da kuryer işləyirlər. Burada da mən də kuryer işləyirəm. Ağzımda parlament. Red Bull'um burada. İçmişəm, qutarmışam. Nə bilim, istədiyim vaxtda acanda yeməyimi alıb yeyirəm. Hətta idmana getmişəm bu günləri. İdman sumkam da buradadır. Yəni, deyirəm ola, hər bir şeyimi eləmişəm, çıxıb yenə 330 dollar qazanmışam. Və axşam, səhər çıxıb bir 150 də işləsəydim, bugün 500 dollar işləmiş olacaqdım. Təsəvvür ediyorum. Yalan deyirəm. Belə bir şey yoxdur Amerikada yox. Başqa ştatları deyə bilmərəm, amma mənim ştatımda karantinam var. Amma hər adam da mən kimi işləyə bilmir, onu da deyim sizə. Yəni, liboy adam çıxıb belə, mənlə bir yerdə polis gəlir. Belə qərara saxlayaq. Deməli, mənlə bir yerdə çıxan adam, yerdə məşqə getmişdi. O, işə başlayanda artıq 100 dollar işləmişdi. Bayaq ona yazmışam, nə qədər işləmişəm, yazmışdı 270. O işə çıxanda mənlə bir yerdə çıxdı axşam. Amma ona qədər 100 işləmişdi. 270, mənsə həmin vaxt 300 işləmişdim. Artıq 30 dollar çıxdı. Çünki mən 50, 50, 46, 45 zakazlara gedirəm deyə və bilirəm onu necə eləmək lazımdır. Çox sürətli şəkildə onu elədim. Yenə polis gəlir. Ala bunlar bezdirdilər axı. Yenə bax görə bilərsiniz. Yenə 15 dollar zakaz verir. Amma götürmürəm. Çünki 30 dollardan aşağı zakazı getmirəm deyə. Belə. Burada polis gələndə sadəcə maşını verib saxlamasan sağda. Üzbəyüzdən də gələndə, arxadan da gələndə fərq eləmir. Polis, ambulans, nə bilim, pajar, hər hansı biri gələndə yol boş olsa belə yenə verib saxlamalısan kənarda. Eyni Azərbaycandakı mədəniyyətdə siz bunu çox gözəl bilirsiniz axı. Ambulansın biraz yol açılan kimi hamımız onun götünə düşsünüz. Eyni o.
zakaz deyənmir. Müştəriyə çatıram deyə üstünə zakaz atır, amma götürməyəcəm. 30 versə bəzən. O 36'ın da misasını götürmüşdüm bundan əvvəlki. Evə getmək istəyirdim artıq. 270 eləmişdim. Məhəlləyə tərəf dönmək istəyirdim. 36 dollar verdi. Dedim, Azərbaycanda cəmaət qonusunu 5 gün işləyirik. 5 gün işləyirlər. Günə 10 saat. Götür ala. Götür. Gəncliyimi aldım mənim Azərbaycan. Götübə qoyacam səni. Azərbaycan deyəndə yəni bu idarəçilərdən söhbət gedir də. Yəni Azərbaycan özü heç nə eləyə bilmir. Yəni torpaqdır boş. Azərbaycan, o canın altında gizlənənlər var. Bir dənə qalmışdı bizim götümüzü dağıtsınlar. Mən xilas oldum, indikilərin götü dağılır. Mən zamanında xilas oldum. Öpürəm sizi. Bu zakazı da qoyacam indi şəklimi baxarsınız da. Bu valla zakazı gəldim. Müştəri cavab vermədi. Yoxsa qapıda qoyurdum. Prosta əllə təhvil var idi. Məsələn 8 dəqiqə məcbur gözlədim qapının ağzında ki, şəkil çəkmək gəlsin. Əgər şəkil çəkmək olmayanda 8 dəqiqədən sonra müştəri çıxmışsa şəkil çəkmək zakazı qoydum. Zakazı gözləyən yerdə yenə 34 dollar ya 35 dollar gəldi. Yadımda qalmadı. Tamam, amma skrin eləmişəm, qoyaram baxarsınız. Bu da hardasa 20 dəqiqə zatdı belə. Yəni maksimum 20 dəqiqəyə bitirə bilərəm də yəni. Bu da 4 mal falandı. Çox pis olmuş var sizin yerinizdə. Yəni əminliklə edirəm ki, çox pis oluram. Başvur eləyin, mənlə danışın, həyatınızı xilas eləyin, gedin ölkədən, gedin xarica, çıxın xarica. Vallah deyirəm, bax, inandığınız Allaha and olsun. Yalan danışıramsa dədəmin yanında bastırsınlar məni. Vallah 7 saata mən bu zakazı da aparsam 370 dollar pul eləyir qardaş. 370. Hay Allah. 10 manata, 15 manata işləyirsiniz. Yoxdur belə bir şey. Allah'a and olsun, bax indi bu saat götürmüşəm, yenə Adilə atmışam, bax ürəyim partlayır mən. Bura bax. Baba. İndi bu saat atmışam Adilə bax. Bax, like atıb. Bundan qabaq da bax 30 atmışdım. Yəni zordur, belə zordur. Yaşasın Ali Başkomandan. Ya əsas o da vətəndəsiz.